Əziz Oba Marketlər şəbəkəsinin alıcıları, hər birinizi çoxdan gözlənilən Qonşum Qazansın lotereyasının canlı yayımında xoş gördük, bilirik. Çoxu intizarla, səbirsizliklə bu lotereyanı gözləyirdi. Çünki bu lotereyanı gözləməyə dəyər. İki dəyərli hədiyyə bugün 2 nəfərə sahib olacaq. Toyota Corolla 2024 avtomobili sizin ola bilər. Bakıda 2 otaqlı, tam təmirli mənzil. Görək bugün kimin olacaq? 2 aydır ki, bu lotereyanın keçirilməsini gözləyənlər var. 1 martdan başlayıb 30 aprelə dək davam elədi. Bugün isə 20 may tarixində biz canlı yayımda elan edəcəyik həmin qalibləri, həmin şanslıları və bu fürsəti qaçırmayın. Məncə ən gözəli ilə canlı bu sevinci, bu gözəl xəbəri eşitmək tam yerinə düşəcək. Çünki biz birazdan burada böyük bir lotatronumuz var. Bizim dəyərli müsbət heyəti var burada. Tam şəffaf şəkildə bu lotatronu çevirəcəyik və 2 şanslı bizdən o 2 dəyərli hədiyyəni qazanacaq. Biz telefonlarınızı açıq saxlayın. Bizi izləyirsinizsə telefonlarınızı açıq saxlayın. Canlı yayımda sizə zəng edəcəyik. Görək həmin şanslılar kim olacaq və o şanslıları mən burada tək elan etməyəcəm. Mənlə bərabər dəyərli müsbət heyəti də buradadır. Onları da salamlayırıq və onları sizə təqdim edim. Köşə yazarı Çingiz Özgür, xoş gəlmisiniz. Star Xəbər az media orqanının jurnalisti Ağa Dadaşzadə, bizim dəyərli əməkdar artistimiz Dilara xanım Əliyeva, dəyərli aktyorumuz Müşfiq Şahverdiyev və İqtisadiyyat az media orqanının jurnalisti Sona xanım Şıxəmərli. Xoş gördük, xoş gəlmisiniz. Ümidvarıq ki, siz də bizlə bərabər həyəcanlı və sevincli şəkildə bu lotatronun çevrilməsini gözləyirsiniz. Sizin də fikirlərinizi eşitmək istəyərdik. Niyə? Çünki siz buradasınızsa, sizin fikirləriniz bizim üçün önəmlidir. Buyurun Dilara xanım, sizdən başlayaq. Salam, xoş gördük. Səsim gəlir inşallah. Gəlir. Aha. Mən hamıdan betər həyəcanlıyam. Hiss olunur. Çünki o kağızı mən çıxardacağam da, qazanan canıma alqış edəcək, qazanmayan inşallah ki, qarğış eləməz. Görün nə qədər orada qazana bilməyəcək kağızlar olacaq. Bəli, amma bütün hallarda orada olan o nömrələr, bütün o insanlar hamısı yenə də udmuş sayılırlar. Udublar ona görə ki, Oba Marketlər şəbəkəsi qənaətin məkanıdır, keyfiyyətin məkanıdır, qonşunun dostudur, ən yaxın dostudur, onun həmişə cibinin dostu olur Oba Marketlər şəbəkəsi. Mən özüm də alış-verişimi Oba Marketlər şəbəkəsindən edirəm, uzağa da getmirəm. Çünki harda nə axtarıramsa, hamısı Oba Marketində var. Meyvəsindən, tərəvəzindən, salfetkasından, yuyucusundan, qidasından, yağından, toyuğundan hər bir şey var. Nə aldığınızı hamı bildi artıq. Bəli, maşallah mən bir yiyimcil insan olduğuma görə bu baxımdan Oba Marketlər şəbəkəsi əlimdən tutur. Yəni, harada nə var, oradan Obada da var, üstəgəl qənaətli də var. Puluma qənaət eləyirəm, qənaət elədiyim pullarla da Vyetnama zada gəzməyə gedirəm. Niyə də yox? Müşfiq bəy, siz hara gedəcəksiniz qənaət etdiyiniz məbləğlərlə? Buyurun. Mən çox uzağa dənməyəcəm, çünki Dilara xanımın bazarlığı maşallah böyük oldu. Mən o qədər eləyəmirəm bazarı. Mən də bütün Obanı, müştərilərini salamlayıram buradan. Bizdə bir layihəmiz var idi, Oba ilə biz çoxdan əməkdaşlıq edirik. Rayonlarımızı gəzirdik və bu lotereya haqqında insanları məlumatlandırırdıq. İndi təbii ki, burada 2 nəfər qalib olacaq. Biri ev, bir də maşın əldə eləyəcək. Heç kim məyus olmasın, çünki qənaətin məkanı Obada bu cür kampaniyalar, lotereyalar hər il olur və bu davamlıdır. İnşallah bu dəfə kimsə qalib olanmadı. Gələn dəfələrdə inşallah davam edin. Obadan alış-verişə mütləq siz də qalib olacaqsınız. Müşfiq bəy də indidən özünü sığortaladı. Çünki bir qalibi çıxara biləcəksiniz cəmizdə. Yox da, gələn dəfələrdə deyirəm ki, siz də kim ki udmadı, gələn dəfələri gözləyin də, məyus olmayın. Yəni orada o qədər kağız var, qurbanım, ora o qədər maşın qoysaq nətər olar vəziyyət. Onun üçün məyus olmağa dəyməz. Evinə yemək içmək alıb da. Özünüzə yemək almışsınız da. Bu əlavə bir fürsətdir Obanın yaratdığı fürsət. Amma mən inşallah ümid edirəm ki, bir dənə bir şey deyəcəm ki, dostlarımız, bizi izləyənlər bizdən inciməsinlər. Bunu tam səmimi qəlbdən deyirəm. İnşallah ki, bu avtomobil və bu ev
Mən bilirəm. Ağşəhərdə yaşayan bir qardaş onu udmasa daha yaxşı olar o evi. Qoyun onu bir elə adam əldə eləsin ki o evi, doğrudan da onun evə çox böyük ehtiyacı var. İnşallah ki elə bir adama qismət olar. Çox sağ olun. Mən sizi başa düşürəm niyə indidən bu qədər öncədən bir xəbərdarlıq. Çünki burada bu qədər insan sizi hardasa görəcək 100%, yaxınlaşıb deyəcək mənim adımı niyə çıxarmadınız? 100% olacaq. Hətta danlayanlar olacaq. Olacaq. İndidən sığortalanırsınız. Sona xanım, sözü sizi ötürürük bir jurnalist olaraq. Jurnalist mövqeyi həmişə elə olur ki, hər zaman şəffaf olur. Ona görə də sizin də fikirləriniz bizim üçün önəmlidir. Mən də çox istəyərdim ki, ehtiyacı olan kimsə qazansın, amma yenə də hər kəsə şans diləyirəm. Çox sağ olun, təşəkkür edirik. Mikrofonu ötürək bu tərəfə zəhmət olmasa. Buyurun, sizin də fikirlərinizi eşitmək istəyəcəyik bugünkü lotereya ilə bağlı. Uğurlar arzu edirəm. İnşallah ki, Müşfiq müəllimin Dilara xanımın dediyi kimi olar. Həqiqətən də uğurlar arzu edirəm və düşünürəm ki, inşallah heç olmaz bir ayda 5-6 dəfə olar belə yarışlardan və biz iştirak edərək gələn səfərlərdə. Təşəkkür edirik. Çingiz bəy, buyurun. Mən də uğur arzulayıram iştirakçılara. Təbii ki, dostlar da dedi, bunlardan yalnız ikisi qazanacaq. OBA və yaxud başqa şirkətlər adətən bunun adını belə qoyuruq ki, stimullaşdırıcı loteriyadır bunlar. Amma mən düşünürəm ki, OBA bu loteriyadan daha böyük stimullar var OBA-dan alış-veriş eləmək üçün. Onu da deyim ki, mən indiyə qədər də bundan sonra da OBA-nın heç bir layihəsində olmayacam deyə. Mən Müşfiq bəydən və Dilara xanımdan fərqli danışıram. Marağım yoxdur yəni. Yəni görürsünüz də belə tərəfsiz danışıram. İnsanların OBA-dan alış-veriş etməyi belə deyək ki, doğrudan da Dilara xanımın dediyindən də belə çıxdı ki, bizə uzaq qohumdansa yaxın OBA, belə çıxdı, yaxın qonşu. Bir yaxınlıq məsələsi, bir də oradakı bizim əldə edə biləcəyimiz məhsulun gündəlik təzəliyi, keyfiyyəti, daim yenilənməsi, bunlar önəmli stimullardır ki, biz OBA-dan alış-veriş eləyək. Digər tərəfdən də əgər hər hansı bir sahibkar, hər hansı bir biznesmen öz uğurlarından və maddi resurslarından hər hansı bir insanın həyatına toxunacaq bir yaxşılıq eləyirsə, bunu ancaq alqışlamaq olar. Bugün Bakı şəhərində 2 otaqlı ev hamının xəyalıdır. Tam təmirli özü. Doğrudan da bu insanın həyatını dəyişdirə biləcək, həyatına toxuna biləcək bir hədiyyədir. Arzu edirik ki, ən çox ehtiyacı olana qismət olsun. Təşəkkürlər OBA-ya. Biz sizə təşəkkür edirik. Çox sağ olun ki, bizlə bərabərsiniz. Birazdan o iki şansını sizin vasitənizlə biz canlı yayımda elan edəcəyik. Əziz OBA Market şəbəkəsinin alıcıları. Həm də onu deyək ki, OBA hər kəs üçün fürsət yaradır. 2016-cı ildən bəri fəaliyyət göstərən OBA Marketlər şəbəkəsi Veysəloğlu Şirkətlər qrupunun bir hissəsidir və hər zaman çalışır ki, öz alıcıları üçün yüksək keyfiyyətli və münasib qiymətli məhsulları təqdim eləsin. Sizə lazım olanı təqdim eləsin ki, elə düşəsiz rahatlıqla OBA Marketdən hər şeyi əldə edəsiniz və bu həm də ondan irəli gəlir ki, OBA Market sizi düşünür. Bax, bu kampaniyaları, lotereyaları hamısı yalnız müştərilərini düşünməkdən irəli gəlir və şəbəkələrinin sayının çoxalması həm də minlərlə yeni iş yerinin, iş imkanının yaradılması deməkdir. Və OBA Marketlər şəbəkəsi həmçinin çox dəyərli sosial məsuliyyətli layihələr də həyata keçirməkdədir. Qadının gücü, təbiəti sev, sevəni qoru, qalib ruhlar üçün yaşıl toxumlar, təmiz məktəb, xəyalların izində və neçə-neçə adını sadalamadığımız layihələri, sosial məsuliyyət layihələrini həyata keçirməkdədir. Biz OBA Marketlər şəbəkəsinin bir fürsəti də var. Siz mobil tətbiqi yəqin ki, yükləmisiniz. Bizi izləyənlər yükləyiblər. Niyə? Çünki siz şansınızı yoxlamaq üçün, bilmək üçün ki, neçə şansınız var. O mobil tətbiqdən istifadə etməyiniz kifayətdir. Bu yalnız şansınızı yoxlamaq üçün deyil, həmçinin o tətbiq əgər sizdə varsa 1% kəşfiyyat qazana biləcəksiniz. Həmçinin orada sizin elektron şəkildə bütün çəkləriniz dayanacaq və siz rahatlıqla istədiyiniz bir zaman nə vaxt, nəyi, hardan almışsınız, onu izləyə biləcəksiniz. Bu fürsəti dəyərləndirin. Birazdan qalibləri elan edəcək. Bilirəm, çox həyəcanlıdır. Deyir ki, nə vaxt o lotatron çevriləcək, nə vaxt biz qaliblərin adını eşidəcəyik. Birazdan hamısı olacaq. Yetər ki, səbirli olasınız. 2 ay səbir etmişsinizsə, məncə bir neçə dəqiqə səbir etməkdə hər hansısa bir çətinlik olmayacaq. Və biz lotereyamızın şərtlərini də açıqlayaq. Niyə? Çünki sonradan bəlli olsun ki, kimlər bu lotereyada iştirak edir. 1 mart 30 aprel tarixlərində siz istənilən OBA Marketlər şəbəkəsində 20 manatlıq, ən azı 20 manatlıq alış-veriş etdiyiniz təqdirdə sizin bir şansınız yaranırdı.
Təbii ki, növbəti 20 manatlarda da 2, 3 və beləcə o şanslarınızın sayı arta bilər. Yox, əgər siz məsələn 39 manat dəyərində alış-veriş etmirsinizsə, avtomatik olaraq sizin bir şansınız yaranır. Ona görə də o məbləğlər tam olmalıdır. 65 manat dəyərində bir alış-veriş etmirsinizsə, 3 şansınız olur və beləliklə neçə şansınızın olmasını siz yalnız mobil tətbiq üzərindən izləyə bilərsiniz. Orada bəlli olacaq ki, neçə şansınız var. Qeydiyyatdan keçmək üçün siz sadəcə çekləri oxutmalıydınız. Ad soyadınızı, mobil nömrənizi qeyd etməlisiniz. 18 yaşınız tamam olmalıydı. Şəxsiyyət vəsiqəsinin fin kodunu ora qeyd eləməlisiniz. Doğum tarixi və lotereyada iştirakı qaydaları ilə razıyamı təsdiq etməyiniz kifayət idi ki, bugün bax bu Lotatronda sizin də adınız, soyadınız çıxa bilsin. Şərtlər çox sadə idi. Amma ola bilər ki, kiminsə şansları silinib, bunu nəzərə alın. Siz hər hansısa bir məhsulu yenidən marketə qaytardığınız təqdirdə çeklər qaytarılır. Ona görə də şansınız silinə bilər və bununla yanaşı spirtli içkilər, siqaret məhsulları və şans oyunlarının alışı zamanı şans hesablanmır. Və beləliklə, nə deyirsiniz, əziz müsiflər heyəti, biz ilk qalibimizi elan edək, yoxsa yox? Bilirəm, çətin olacaq, o qədər də asan olmayacaq. Müşfiq bəy, gəlin siz bura zəhmət olmasa xahiş edəcəyik ki, görək Toyota Corolla 2024-ü kim qazanacaq? Narahat olmayın, narahat olmayın, Lotatronumuzu çeviririk. Lotatronu çeviririk, say çoxdur, həcm çoxdur və ağırdır. Getdik. Müşfiq bəy, hələ gözləyin, hələ ki şans var. Görək kimi elan edəcəksiniz. Adətən nə deyirlər? Gəlin mikrofonu mən gətirim sizin yanınıza. Adətən nə deyirlər? Əliniz yüngüldür yoxsa yox? Bu elə işdir ki, adətən inan bilməm nə deyirlər burada. Təcrübə nəyi göstərir? Lotatron çevrilir. Minlərlə şans var burada Müşfiq bəy. Minlərlə şans. Görək kim qalib olacaq. İnsanın bu dəqiqə gözü buradadır. Bəli, bəli. Canlı yayımız deyirlər. Mənə ağzından gələn deyən olacaq. Yox, deməzlər. Qalibdən başqa çoxu bəlkə də deyəcək. Mənim adım. Stop deyəkmi? Stop deyək, zəhmət olmasa Lotatronumuz dayandı. Burada bir neçə dənə çıxışı var bu Lotatrona. Yəni, hardan istəsəz, əlinizi salıb, oradan siz bir şanslının adını çıxaracaqsınız. Daha doğrusu onun iştirak nömrəsi çıxacaq. Sonradan biz onun adını, soyadını elan eləyəcəyik və zəng edəcəyik. Ümidvarıq ki, bizi canlı olaraq izləyirlər. Qalib, təbrik edirəm. Adı qalib çıxsa pis olacaq. Elə biləcəklər qalibin ünvanlanırsınız. Deyəcəklər, Müşfiq bəy bilirdi kim udacaq. Özüm işə saldım. Şanslı, bizim əziz şanslımız. Şanslı. Sizi indidən təbrik edirəm. Şadlıqlara sürəsiz. Amma diqqətlə məni gözləyən çox saylı izləyicilər, müştərilər. Xahiş edirəm. Çox dərinə getməyin də məni söyəndə. Xahiş edirəm. Üzdən. Narahat olmayın. Məncə, baxın, seçin, hardan istəyirsiniz çıxarmaq. Bax, burada da var qapısı, orada da var. Nə qədər qapı var, hardan istəyirsiniz çıxara bilərsiniz. Burada qapının ağzında da bir xeyləm yığışıb, burada qapı. Gözləyin, biz bunu açanda bu... Bu düşsünlər içəri istəyirsən. Qoy... Mən toxunmayayım da, sizdə olsun da məsuliyyət. Yox, buradan çevirirsiniz. Aha, buradan. Biri düşdü bura. Biz Lotatrona yerləşdiririk və şəffaflıq naminə biz bunu yenidən çevirməliyik. Yenidən çevirməliyik, rica edəcəyik ki, bunu yenidən çevirək. Aha. Lotatronumuz yenidən çevrilir. Lotatron kuranır. Şunu da biraz dedilər indi. Sal əlim çıxart da, niyə dedilər? Yox, heç nə demirlər. Bəlkə mənim adım çıxacaqdı, indi o qədər deyən var. Stop deyək, zəhmət olmasa, Lotatronu saxlayırıq. Stop dedik. Hər birində olacaq o. Aha. Gözləyin, bu qapısını açırıq. Hamısı daxilə gedir. Kameralar göstərir, iri planda. Düşmür. Yox, ısındırmıyor. Ehtiyatlı olaq. Hamısını Lotatronun içərisinə yerləşdiririk. Burada da qalıb bir neçəsi. Bizim açdığımız qapıda hansı varsa hamısını Lotatrona ötürürük və siz... Salıram əlimi. Hə. Baxmadan. Biraz aşağı çevirin bunu, gözləyin, gözləyin. Aşağı. Şimdi bir şansının adını çıxarmalısınız siz oradan mütləq şəkildə. Deməli belə. Ad deyil orada, ona görə tam rahatlıqla onu... Baxdım. Gəlin nömrəni iri planda göstərək. Bu iştirak nömrəsidir. İri planda göstəririk, baxın, baxın. İnanıram ki, yaxşı bazarlıq edir bu adam. Aha.
Yox, yəni bir şansı olan da qazana bilər, 1000 şansı, 100 şansı fərq eləmir. Yoxsa girib obadan bir dənə saqqız alıb çıxmısansa da nə deyim? Yox, 20 manatdır da bizim də şərtimiz Ha, var. orada Minimum 20 20 manat manat dəyərində gərək idi ki, İndi pasayla alış-veriş alıb, edəsiz. Biz nömrəni həm də səsləndirək. 0 0 0 5 4 7 4 8 1. Aha, indi Bir daha iri planda göstəririk. Hələ ki biz də bilmirik kimdir. İndi əməkdaşlarımız bu iştirak nömrəsi ilə qeydiyyatdan keçən və Oba Marketlər şəbəkəsindən alış-veriş edən həmin alıcını indi ad soyadını bizə deyəcəklər. İnşallah ki maşını olmayan bir adam. Aha. Və biz bunu artıq əməkdaşlarımıza təqdim edirik tam şəffaf şəkildə. Sizin qarşınızda biz oradan bir şansını çıxartdıq. İndi görək kim olacaq. Biz sadəcə indi gözləməyə qalır. Gözləmə mövqeyindəyik. Mən elan elədim, təbii ki, indi ola bilər iştirakçılar da öz nömrələrini bilirlər, baxırlar və indi birazdan biləcək ki, həmin qalib kimdir. Əziz qalibimiz 90 iş günü ərzində hədiyyənizi bizdən götürməlisiniz. Notarial qaydada etibar etdiyiniz birinci dərəcəli ailə üzvləriniz təhvil ala bilər. Əgər özünüz gəlib götürə bilmirsə, bu bizim qaydamızdır. 90 iş günü ərzində bu hədiyyəni gəlib bizim baş ofisimizdən əldə edə bilərsiniz və beləliklə görək ad soyad elan olundu mu? Varmı? Aha, biz əlaqə saxlayacağıq hazırda canlı olaraq həmin izləyicinə, amma deməyək də bəlkə indi əgər izləyirsə heç nə. Amma izləmirsə biz bir qədər söhbət eləyək. Bildirməyək. Zəng eləyirik həmin şanslıya görə kimdir? Bizi kim danışır telefonla? Hələ ki əlaqə saxlayırıq. Siz danışacaqsınız Müşfiq bəy, sizdədir bütün proses. Aha. Qalibdir, narahat olmayın, sizə xoş sözdən başqa heç nə deməyəcək. Hələ ki götürmür, həmin şanslı hardadır? Bu bizim bölgələrimizdən də ola bilər, müxtəlif şəhərlərdən. Aha, açıb nömrəni. Açıb, biz indi telefonu gətirəcəyik bura. Həmin... Aha, hələ ki sirli saxlayırıq da o prosesi. Bilmir indi, bizi canlı izləyirsə, yenə deyirəm, hər şeydən xəbəri var. İzləmirsə, telefonu gətirək. Aha, mikrofona gəlin bura mərkəzə Müşfiq bəy. Danışaq görək kimdir. Alo. Salam əleykum. Kimlə danışırıq? Kim? Şəriyeva. Adınız nədir bəs? Şəriyeva. İndi biləcəksiniz. İndi biləcəksiniz. Bu sizin bir maşınınız var, Toyota. Nömrəsiz siz yolda radara düşmüsünüz. Bu siz necə yoxdur? Siz Ailədə ola bilməz axı kimdə? Maşının nömrəsiz sürmək olmaz. Sizi dövlət yol polisindən narahat edir. Radara düşmüsünüz, maşın da həyatdadır. Bu dəqiqə istəyirik biz gələk sizi təbrik edək. Nə yaxşı sizin belə təzə salafanın içində maşınınız var. Bu qorxdu. Eşidirsiniz bizi? Qorxsad bu yoxsa? Müşfiq bəy, siz neynədir? Yox, Alo, yox, 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 eşidirlər. Eşidirsiniz bizi? Eşidə bilirsiniz məni? Siz adınızı deyin mənə, familiyanızı dediniz, adınızı demədiniz. Yaxşı, onda yoxdur, qorxmayın. Mən sizi təbrik eləmək istəyirəm. Siz obadan alış-veriş edirsiniz, o loteriya bilirsiniz də 20 manata bir şans. Sizin Instagramınız varmı? Bəlkə canlını açsınlar elə. Sizin ailə üzvlərinizdən yanınızda kim var? Qızım, qorxma. Sizə yaxşı bir dənə hədiyyə eləyəcək, bu dəqiqə sevincinizdən. Heç kim yoxdur deyir. Kim var evdə? Təksiz. Neçə yaşınız var? Neçə yaşınız var sizin? 20, hə. Sizi Marketə düşüb maması. Aha, ananızın adı nədir? Anası, yəqin ki anasıdır. elə obadadır. Sizin Yaxına düşüb. nə vaxt gələcək ananız? Sizə bir şart xəbəriniz var. Tez gələcək. Hə? Sən qaça-qaça get mamanı çağır. Bu şans daha heç vaxt sizin əlinizə düşmədi. Mamaya deyilən ki, bazarlıqları qoysun bir qırağa. Maşın gəl. Evdə maşın sürən adam var. Qardaşın, atan. Ha, yoldaşız, evlisiniz siz. Nə yaxşı, onda yoldaşız, heç nə.
Bugündən sonra çövür oldu. Mamanız utdu, yoldaşınız çövür oldu. Qaynanası bir hədiyyəni. Qaynananız, süper. Siz Oba Marketdən Bəli. avtomobil udmuşsunuz, amma sizin ananız yəqin bazarı verir də. Bu o qaynananız. Qaynananın hər arvad əlindən öpmək lazımdır. Bunu bilin, birinci növbədə. Siz avtomobil udmuşsunuz. Bu həqiqətdir. Yəni bu dəqiqə bizi minlərlə adamlar izləyir, canlı yayımdayıq. Tez mama evə gələn kimi ya da qardaşınız, yoldaşınızla əlaqə saxlayın. Biz sizlə yenə də geri dönüş edəcəyik. Düşün aşağı. Qalibimiz əslində hazırda bizə telefonla bağlantımızda olan xanım deyil. Amma yavaş-yavaş denənlər. Bizdən deyib arvadı şey eləmə. Günel Şirəliyev adlı izləyicimiz, yəni bizim alıcımız bizdən bu hədiyyəni qazanıb. Hazırda onun belə başa düşdük ki, gəlinidir. Yəni uzun danışıqlardan sonra. Gəlinlərdir, qaynana alıb-ver edir. Qaynada da elə dükanları gəlir. Siz əlaqə saxlayın, bir dənə tez gəlsin, biz əlaqə saxlayırıq yenidən. Keçin elə qonşuya, nə olacaq ki? Siz laf keçin qonşuya da, biz tez bir dənə əlaqə saxlayaq da. Narahat olmayın, nədən qorxursunuz? Maşın udmusunuz? Uşaqlar balaca. Rayondur bu, Bakıdır. Mehtəbad, Bakıdasınız. Allah, necə eləyək? Bilmirəm, siz gedib çata biləcəksiniz indi ananıza, yoxsa yox? Bir dəqiqə. Bizə lazımdır ki, həmin şəxsin səsini ən azından eşidək. Bilək ki, o sevinci yaşadı. Çünki siz bizlə hazırda o sevinci yaşaya bilmirsiniz. Siz sadəcə axtarışa çıxmısınız. Sən bir dəqiqə onu göstərdim. Aha, siz artıq çölə çıxmısınız, hiss eləyirəm mən. Çağırın, ucadan çağırın da, çağırın qaynananızı. Çağırın, axtarın, tapın. Aha, axtarışa çıxmışıq, həmin şəxsin axtarışına. Digər izləyicilər də bizə baxır, Emin bəy. İndi deyirlər ki, aha. Siz qaynananın yanına çatanda olar, biz görüntülü danışaq. Qaynanaz danışsın da, siz yox, qaynananızın yanına çatın, qaynanıza verin. Mən qaynana ilə görüntülü danışım. Axtarışa çıxıb bizim izləyicimiz. Əsas odur ki, qalibimiz var. Bir avtomobil artıq qazanılıb. Günel Şirəliyev adlı izləyicimizindir. Və biz əlaqə saxlamışıq. Facebook, Instagramda indi axtarışa çıxıb da bizim hazırda canlı bağlantıda olduğumuz şəhər. Salamatçılıqdır. Tapdınız? Nəsə uzun oldu ya bu gediş. Hal-hazırda qaynanasını axtarır, həyəcandan ola bilsin, yer çıxdı bülbül həyəzada bu Mehtəbaddan. Məncə rahatlıqla tapacağı indi. Əsas odur ki, avtomobil onlarındır. Biz buradan da sizin də qarşınızda şəffaf şəkildə Latatrondan bir şansını çıxartmışıq. Qalib olub 90 iş günü ərzində həmin şəxs gəlib bizdən hədiyyəsini götürməlidir. Söhbət Günel Şirəliyev adlı izləyicimizdən gedir, alıcımızdan gedir. Biz onu səbirsizliklə gözləyirik. Həm baş ofisimizdə, həm də hazırda telefon xəttində. Nəsə baş verdi orada? Tabildiz evdən günü. Aha, tapıldı. Tapıldı. Mama tapıldı. Qorxma, deyir mamaya qorxma. Verin. Alo, salam aleyküm. Nə tərsiniz xala? Xala, sevindirim sizi. Biz zəng eləmişik, görüntülü Nə hər... olmuşdu xala? Siz, görüntü yığın. Gəlin biz görüntülü yığın. Sizlə danışan Müşfiq Şakirdir, aktyor. Olar sizlə görüntülü danışım. Xala, qorxma, xala siz maşın udmuşsunuz, obadan avtomobil udmuşsunuz. Sizi sevindirmək istəyirəm. Obadan alışveriş eləmişsiniz, düzdür? Ya oğlunuz, ya özünüz? Özünüz eləmişsiniz, xala. Ayşə, mən də sizin də oğlunuz da məndən niyə utanırsınız ki? Mən sizə hədiyyəni biz təqdim edirik. Onun üçün də istəyirdim. Hə, oğlanlarda eyb yoxdur. Belə... Yox, əsas odur ki, avtomobili siz udmusunuz. Sevinirsiniz, yoxsa yox, bizə o lazım deyə bilək. Hala, biz sənə sənin sevinç hissini duya bilmirik. İstəyirsən lazım görsə, biz verə birinə, sənin adından.
İnşallah siz o kim sevinənmədiniz. Yoldaşınızı yığar. Oldu xaladın, oldu. Siz atın nömrəni biz danışaq yoldaşınızla. Yaxşı. Oldu xala. Oldu. Məncə Aliyə hər gün bir avtomobil gəlir. Elə rahatlıqla qarşıladılar bu avtomobil xəbərini ki, vəssalam. Əsas oda qalibimiz var. Məncə Məncə inanmırlar. Senari Tam necə görüş- başlatsa tam elə Onda getdi şoka ya. Elə bizlər ki, nömrəsiz avtomobil sürüblər də. Elə necə Ay, başlamışıqsa elə elə də də gedir. getdi, hə. Elə də getdi. Eyvah, indi atası ilə də danışacaqlar, Aha. yəqin onda tam inanacaq. Aha, yoldaşına zəng eləyirik xanımın. Qalib olan xanımdan söhbət gedir. Və növbəti şansımız hələ qalıb. Narahat olmayın. Avtomobili qazanan var, amma evi hələ ki qazanan yoxdur. 2 otaqlı tam təmirli mənzil sizin ola bilər. Onu Dilarə xanım elan eləyəcək birazdan. Müşfiq və canlı qurtardı bir avtomobillə. Vəssalam. İndi görək biz həmin şəxsin yoldaşına əlaqə saxlayacağıq. Görək onlar da sevinəcək yoxsa yox. Biz əslində düşündük ki, burada inanın bizlə bərabər olan komandamız o qədər sevinir ki, nəinki qalib olan şəxs. Mənim özümə də maraqlı gəldi. Təsəvvürən elə bir zəng gəlir, avtomobil udmusan. Zəng eləyin yoldaşıma deyim, mənə zəng eləmir. Ola bilər. Aha. Bəlkə mənim yerlərim ola bilər. Biz Amma mən elə bilirəm ki, o avtomobilə ehtiyacı olan ailəyə düşüb, elə bilirəm. tək elə olsun. İstənilən halda bu onların şansıdır. Biz tam şəffaf şəkildə burada bir adı çıxartdıq, bir nömrəni çıxartdıq. Çünki soruşdum, avtomobilləri yoxdur. Aha, görüntülü yığırıq hazırda. Görün. Aha. Birazdan əlaqə saxlayacağıq, görüntülü yığacağıq və sizi çağıracağıq tezdən ki, gəlin, görüntülü danışın, elan eləyin ki, siz avtomobil udmusunuz. Ümidvaram ki, onlar da başqa bir qohumlarına yönəltməyəcəklər ki, gedin onlarla danışın, bu xəbəri onlara çatdırın. Və biz davam eləyirik, şanslarımızın sayı çoxdur. Burada özünüz də görün, burada nə qədər şans var, amma onlardan cəmi ikisi bugün elan olunacaq. Oba Marketlər şəbəkəsi sizin üçün gözəl bir fürsət yaradır. Bu fürsətdən kimlər istifadə elədisə, kimlər yararlana bildisə, bugün bizim iştirakçılarımızın, bax burada Latatrona daxil etdiyi kağızlarda onların da adları var, iştirakçı nömrəsi var. Görək kim 2 otaqlı mənzili qazanacaq Bakıda, paytaxtda 2 otaqlı mənzil, tam təmirli, mətbəx mebeli belə var. Yəni rahatlıqla gedib yaşaya biləcəksiniz. Bizim özümüz üçün də maraqlıdır, görək bu qalib kim olacaq. Bir qalibimiz var, Toyota Corolla 2024 artıq öz sahibini tapıb. Biz həmin şəxslərlə əlaqə saxladıq canlı yayımda. Sadəcə biz o sevinç hissini tam hiss eləyə bilmədiyimizə görə biz çalışacağıq ki, onların digər ailə üzvləri ilə də görüntülü bir bağlantı yaradaq və o xoş xəbəri onlara çatdıraq ki, siz avtomobil qazanmısınız. Bu gözəl bir fürsətdir və bu fürsəti bizim üçün Oba Marketlər şəbəkəsi yaradır. Hər 20 manat alış-verişdə 1 mart 30 aprel tarixində siz alış-veriş etmişdirsə, sizin şansınız var idi, bu fürsəti dəyərləndiririk. Nə deyirsiniz, ikinci hədiyyəmizi oynayaq, yoxsa bir qədər intizarda saxlayaq? Aha, bizim Latatronumuzu işə salaq zəhmət olmasa. Latatronu işə salırıq, Latatron bizlə bərabərdir, ona görə də onu çeviririk. Hələ ki əyləşin rahat, Dilarə xanım. Latatron çevrilsin, hər şey tam belə şəffaf şəkildə Latatron çevrilir. Biz burada, müsiflər heyəti burada və birazdan biz ikinci qalibimizi elan edəcəyik. Oba Marketlər şəbəkəsi yalnız öz müştərilərini düşünür. Keyfiyyətli, sizə lazım olan bütün məhsulları münasib qiymətə siz məhz Oba Marketlər şəbəkəsində tapa bilərsiniz. Və bizim lotereyamızın da adının qonşum qazansın heç də təsadüfi deyil. Oba Marketlər şəbəkəsi sizin qonşunuzdur. Getdiyiniz hər bir məkanda, hər bir bölgədə, hər bir kənddə siz Oba Marketlər şəbəkəsinin bir filialını ən azı görəcəksiniz və rahatlıqla orada alış-veriş edə bilərsiniz və alış-veriş edənlər üçün də biz fürsət yaratdıq. Yaratdıq ki, bugün 20 may tarixində canlı yayımda qalib olmaq fürsətini dəyərləndirsinlər. Bilirik, sizin sayınız çoxdur, bizim isə hədiyyəmiz 2 ədəddir. Düzdür, hədiyyələrimiz də çox dəyərlidir, böyük bir miqdarlı hədiyyələrdir. Avtomobilimizi artıq qazanıblar. 2 otaqlı tam təmirli Bakıda bir mənzil sizin ola bilər. Latatronu saxlayaq hələlik, Latatronu saxlayırıq. Onda çevirək, gəlin çevirək elə. Daim bütün canlı yayın boyunca bu çevrilsin və biz stop deyəndə stop deyəcəyik, elan edəcəyik. Aha, deməli görüntülü zəng eləyirik biz hazırda. Müşfiq bəy, gəlin bu iş sizdədir.
Salam, hər vaxtınız xeyir. Gözləyim mikrofonu tutaq. Biz, buyurun Müşfiq bəy də buradadır. Nəsə olsa sizə Nə desinlər. tərzi qardaşım? Gəlin belə dayanaq Müşfiq bəy kameradan da görünsün. Nə tərzi? Sağ olun qardaşım. Deyəsən evdə deyildiniz. Bəli, işləmiş havada. Biz zəng vurmuşduq, xanımınız idi deyəsən evdə, xanımınızla danışdıq. O bizə inanmadı. Dedim ki, mənim xəbərim yoxdur bu alış-verişdən. Dedi, yəqin ki, anam elib, qaynana. İndi biz görüntü ilə danışmaq istəyirik ki, tam şəffaf və inanası qardaş. Baba, görsən ətrafı. Sən buranı gördün. İndi biz də sənin üzünü görmək istəyirik qardaş. Siz Oba marketdən Toyota Corolla udmuşsuz qardaşım. Bax bu. Valla mənim dörd sizindir. Sağlığınıza qismət. Öpürəm. Avtomobili var idi sonra. Öpürəm. Avtomobilim var idi. Allah sənə şükür olsun. Mən birinci başlayanda dedim ki, tam ehtiyacı olan adama yoldaşı ilə danışanda ilk heç bilmirdi biz hardan zayımışıq. Dedi ki, yox, bizim evdə maşın yoxdur. Qardaş da deyir ki, mənim xəyalım idi ki, mənim maşınım olsun. Təbrik edirik. Vallahi sizlərin bilgisi oldu, vallahi. Allaha şükürlər olsun. Qardaş, mən onu çıxardanda, ay, necə birdən? Mən heç özüm də inana bilmirəm də lazımda ya. Ya inan, mən də o kağızı çıxardanda Bismillah eləyib dua elədim ki, bunu avtomobili olmayan, arzusu olan bir adam qazansın. Elə də oldu. Təbrik edirik səni, inan, Toyota Corolla sənindir qardaş. İndi, amma indi bazarığı mama eləyibsə, hərdən marvadı istədiyi yerə aparaq, qardaşım. Küsməsin, mama küsməsin. Öpürəm qardaşım, sən bir daha təbrik edir. Burada hamı səni təbrik edir. Yiyikmək də ara düşsün, gələcək qardaşım, gələcək. Öpürəm, təbrik edir səni. Sağ olun, daha iş sizdə. Təbrik edirik. 90 iş günlərinizdə mütləq gəlin. Oba Marketlər şəbəkəsinin baş ofisində sizlə əlaqə də saxlanılacaq. Bütün məlumatlar ötürüləcək. Təbrik edirik sizi. İşdəsiz siz indi. Məncə gedin evə artıq. Gedin evə bu fürsəti dəyərləndirin. Təbrik edirik sizi. Təbrik edirik. Belə şanslılarınız çox olsun. Telefonu ötürürük sizə. Vəssalam. Müşfiq bəyin ürəyi gəldi yerinə. Lasatronu yenidən işə salırıq, növbəti şanslı qalıb. 2 otaqlı mənzil görək kimin olacaq. Müsfər heyətinin hər biri arzuluyur ki, bu ehtiyacı olana qismət olsun. Latatronumuzu çeviririk və işə salırıq latatronumuzu. İndi mənzilin sahibini əslində mən yox, Dilara xanım elan edəcək. Dilara xanım, nə deyirlər? Əliniz yüngüldür, kimə düşür, kimə düşmür? Cüt gün, tək gün fərqi var bunların, yoxsa yox? Vəssalam, onda yaxınlaşın bizim yanımıza Dilara xanım. Yaxınlaşın, görək 2 otaqlı mənzil kimin olacaq? Gəlin bura, gəlin bura. Oradan görüntüsü edə bilməyəcəyik, arxa hissədə deyənə. Elə arxa hissədə önə gəlir, fərqi yoxdur. Latatronumuz hər tərəflidir. Hardan istəyəcəksiniz, çıxaracaqsınız Dilara xanım. Qalibi siz elan eləyəcəksiniz. Əlinizin bir sağa, sola getməyi ilə insanların taleyi dəyişəcək. 2 otaqlı mənzil, paytaxtda, təmirli, tam təmirli, mətbəx mebeli də var. Yetər ki, evə kimsə gəlib yaşasın. Vəssalam, bu qədər sadə və gözəl. Dilara xanım, ümumiyyətlə olub belə yarışlarda siz elan edəsiniz kimisə? Yox, mən ilk dəfədir belə bir yarışmadayam. Həqiqətən yaşamadığım bir an, yaşamadığım bir məqam olduğu üçün mən olduqca həyəcanlıyam. Və onun içərisində minlərlə, bəlkə milyonlarla kağız var, nömrə var. Bu deməkdir ki, bir o qədər ümid var hazırda və ən ehtiyacı olan insan qazanır. Çünki ev ocaq deməkdir, ev birlikdəlik deməkdir, ev yuva deməkdir.
və mən çox istərdim ki, hansısa bir yuvanın qurulmasının, bir yuvada yaşanan bir xoşbəxtliyin inşallah ki, səbəbkarı olaram. Biz də buna inanırıq. Bu fürsəti Oba Marketlər şəbəkəsi sizin üçün yaradır. Yalnız bu lotereya deyil, neçə fürsətlər var. Siz yetər ki, Oba Marketlər şəbəkəsinə daxil olasınız. Dilara xanım, sizin yaşayış yerinizin yanında yəqin ki, Oba Market var. Çünki Oba hər yerdədir. Oba hər yerdədir və ölkəmizdə 1500-cü Oba Marketin açılışında bu Naxçıvanda bütün bizlərlə mən şəxsən özüm iştirak etmişəm və qürurla o açılışda gələn insanları qarşılamışam. Hər kəs çox xoşbəxt idi. Çünki Oba Marketdə məhsullar keyfiyyətli, qənaətli, işçilər məsuliyyətli, olduqca hörmətli, izzətli və mən özüm Oba Marketlər şəbəkəsindən daha sıx əməkdaşlıq edəndən sonra bir daha gözlərimin şahidiyəm. Ona görə də mən düşünürəm ki, bütün hallarda Obadan alış-veriş edən insanlar onsuz da uduşludurlar. Çünki ciblərinə qənaət ediblər. Mən bilirsiniz də YouTube-da xəbəraltı layihəm var. Bəli, sevə-sevə izləyirik. Xəbərin altında yerləşən bəzi məqamları satiranın, sarkazmın dili ilə çatdırıram. Deyirəm ki, orada belə bilirsiniz də cəmaatın daha çox sevdiyi məhəbbət obrazı ilədir. Orada deyirəm ki, hamı elə bilir ki, qüdrət bilirlər ki, Oba Çünki Oba marketləri də qənaət olmasaydı, mən qüdrətin fonundan çatdırıb o qədər qorxucuğu doldura almazdım. Qonaqqara qabağına bir ləyəklə çıxa bilməzdim bu baxımdan. Məncə Latatronu yenidən işə sala biləcəyik, biz çevirəcəyik. Siz demişkən, qalib olmayan heç nə itirmir, sadəcə alış-veriş edib, gedib evinə. Bəli. Üstündə bonus olaraq bəxti gətirir, şansı gətirir, ev də udur və bu baxımdan siz Oba marketlərdən alış-veriş etməyə davam edin. Tez-tez Oba marketlər belə layihələr, kampaniyalar həyata keçirirlər. Çünki Oba marketlər şəbəkəsinin bir devizi var ki, tək ki qonşum qazansın. Bəli, biz də deyəcəyik ki, tək ki qonşu qazansın. Görək kimin qonşusu qazanacaq. Görək bugün hansı qonşuların söhbəti kiminsə ev qazanmağı olacaq. Bəli, həqiqətən yaxşı qonşu qazansın. Həmin məhəllədə bütün qonşular danışacaq da. Xəbərim var da, Obadan ev utdu. Latatronu yenidən işə salaq. Bir qədər də çevirək Latatronumuzu. Latatronu işə salırıq və görək həmin şanslı kim olacaq. Aha, Latatronumuzu saxlamışıq Dilara xanım. Mən bu tərəfdən. Hardan? Gəlin oradakı bütün kağızları Latatrona daxil edək. İstəyirsiniz siz mikrofonu verin Dilara xanım. Mən sizə kömək eləyəcəm bunları, amma ehtiyatla açırıq ki, kağızlar ancaq Latatrona daxil olsun. Burada da qalan bütün kağızları bu hissədə çıxarırıqsa heç bir kağız qalmayacaq. Buradan da kağızları götürürük. Hamısını Dilara xanım siz özünüz çıxaracaqsınız. O şansını siz elan edəcəksiniz. Bilirəm çətindir bir qədər, kömək eləyim sizə. Latatronu biraz aşağı indirin. İstəyirsiniz bu tərəfə baxın ki, deyəcəklər sonra ora baxdılar. Bax, heç bax. Qonşular öz daxil söz-söhbət eləməyə bir qədər meylli olaraq hərdən. Hər şeyi söz eləyən qonşuların gözündən iraq. Aha. Gəlin Dilara xanım, görək həmin şanslı kimdir? Orada nömrədir, biz hazırda kameraya göstərəcəyik həmin şanslının iştirakçı nömrəsini. Baxın, Aha. öncə budur, İri planda göstəririk nömrəni. siz görün nömrəni. İndi görək bir neçə saniyədən sonra kiminsə evində bir xoşbəxt ab-hava olacaq. Xoşbəxtlik səslərini eşidirəm artıq. Nömrəni belə də elan edək Dilara xanım. Demək belə 0 Vəssalam, bir daha da göstəririk iri planda, hamı görür. Vəssalam, hazırda bizim əməkdaşlarımız həmin nömrə üzrə qeydiyyatdan keçən iştirakçımızın axtarışına çıxıblar. Onun qeyd etdiyi əlaqə nömrəsi vasitəsilə indi zəng edəcəyik. Görək həmin şanslı kimdir? Görək bu sabah kimin evinə bir xoşbəxtlik gələcək? Məncə Müşfiqin
onlar da ilk olaraq inanmayacaqlar. Baba nənədən, nənə babadan, nəvə nənədən, anadan, oğuldan, bacıdan. Məncə sizlə rahat dialoqa girəcəklər Dilara xanım. Siz qorxutmayın da, deməyin də nömrəsiz avtomobil sürmüsünüz, eviniz harasa düşüb, heç şey deməyin. Heç şey deməyin, yoxsa cavab verməyəcəklər. Bütün eviniz plana düşüb. Birinci soruşaq həyət evidir, bina evi. Sevinərlər. Çünki evin plana düşməsində hansı evi? Aha, onu desə heç nə. ona bilər bizə cavab versin ki, hansı evimi deyir. Biz birinci araşdırma eləyərik də. Gəlin deyək ki, biz statistika komitəsindənik. Neçə eviniz var? Hardadır? Sonradan bilək ki, Gəl düzdür. Bax, deyək çox ki, biz yaxşı. statistika komitəsindən sizlə əlaqə saxlayırıq. Neçə eviniz var? O da gizlədəcək, deyəcək bir evim var. Aha. Görüntülü yığırıq həmin şəxsə. Xəbərdarlıq eləyir. Mən görən kimi başa. Yo, sizi görən sevinər Dilara xanım. Niyə narahatsınız ki? O bayaq Müşfiq bəy də ehtiyat elədi. İnşallah ki, açarlar zəngimizi. Mən ümid varam açacaqlar Uyğunsuz zəngimizi. bir vəziyyət ola bilər məncə. Aha. Və yaxud da deyək ki, Nə oba deyək? marketlərindəndir. Aha, görüntülü yığırıq. Səsini artırırıq. Gəlin birinci məni görməsinlər deyək. Birinci gəlin neytral bir fon saxlayaq. Belə evi saxlayaq da. Tam evi qazanıblar axı əslində. Salam əleyküm. Gəlin belə çevrilək Dilara xanım. Ekranda da görsünlər bizi. Necəsiz? Tanıdıq. Bəli, bəli. Necəsiz? Yaxşısın. Hər şey yaxşıdır. Əla. Həmçin yaxşı olun. Ailədə neçə nəfər var sizdə? Gəlin mikrofonu onlara da tutaq keçsinlər. 5 nəfər. Hazırda danışdığınız öz evinizdir. Ha, ofis. Eviniz var. Var. Neçə otaqda? 5 nəfər neçə otaqda qalır? Hazırda mən Bakıda yaşayıram, amma evimiz rayondadır. Rayonda yaşayır. Hə, eviniz rayondadır. Hansı rayonda? Qax rayonu. Ay, nə gözəl. Buradan Qaxdakılar salamlayırıq, Aha. ailənizi salamlayırıq. Siz Bakıda hazırda kirayədə yaşayırsınız. Bəli, Bir söz deyim. buyurun. Siz Oba marketləri şəbəkəsindən alış-veriş edirdiniz. Bəli, bəli. Şansınız var idi, hə? Bir dəfə şansım var idi, bəli, bir dəfə şansım var. Aha. Az soyadını elan eləsin bir dənə. Adını, soyadını deyə bilərsən bizə? Nurməmməd Murtuz Qudratov. Murtuz. Murtuz, sənə bir xəbərim var. Sən bundan sonra Bakıda kirayədə yaşamayacaqsan. Sənin Təbrik eləyirik sizi. 2 otaqlı mənzil sizindir. Bakıda 2 otaqlı, tam təmirli mənzilim var. Oy da Dilara xanım da tam yerinə vurdu ya. Bunu bir dənə də deyim, ev tək mənim deyil, dostumla deməli bunu alış-veriş eləmişdi. Aha. Dostum dedi ki, gəl yox deyəlim. Oy. Vay. Necə görün, təmiz insandır ki, etiraf edir ki, dostumla birgə alış-veriş eləmişdi. Həmin alış-verişin kuponudur. Özdə bir şansları olub. Wow. Qrup yoldaşımdır, çoxdan tanıyıram onu, yoldaş deyirik. Mən İnanın, bu mənzil sizindir. Murtuz, inan ki, həyat möcüzələrlə doludur və heç bir zaman şansını itirməyəsən. Mütləq çalış bu həyatda şans qazan. Bax, bir şansın sənə nələr qazandırdı. Çox sağ olun Dilara xanım, minnətdarım. Mən çox sağ ol deyirəm.
atana, anana, qohum-əqrabana, dostuna, hamısına göz aydınlığı verirəm. Gözün Hədə. aydın Ya da bilmirik necə böləcəklər. İndi necə böləcəklər dostu ilə? Özdə canlı deyil an eləyib, gizlədə bilməyəcək. Karışmayaq. Bizim hörmətli aparıcımız Abbas burada, Abbas ağa burada. Bizim dəyərli Müşfiq bəy burada. Təbrik edirik. Şahverdiyev burada. Və Oba Marketlər şəbəkəsinə və bu şəbəkəyə, bu kampaniyanı hazırlayana hər kəsə mən də sənin, gözəl ailən, dostun adından təşəkkürümü bildirirəm və sənin adına çox sevindik. Biz də çox sağ olun. Yəni bu nə deyim? İşlədiyə bizim dostumuz. Harda işləyirsiniz siz? Hansı məkandır? Konsular sadəcə olaraq o günü də dostum gələ yedirdi. Aha. Uşaqlarla yığışırdıq bir yerə. Onda alışveriş edəndə dedilər ki, götür bunu. Dostum dedi ki, sən vur dedi. Bəlkə dedi olar nəsə. Elə olub gəldi, çıxdı bu da. Görsən, qismət. Sən özün harda işləyirsən? Mən özüm konsalting şirkətində işləyirəm. Aha. O nə şirkət? Konsalting şirkətidir, amma mühasibatlıq xidmətləri göstərir. Çox gözəl. İndi işdə qalacaq bugün yoxsa mən sənin əvəzinə həyəcanlandım dostum. Bundan sonra çətin işləyərsən. Səninlə əlaqə saxlayacaqlar əməkdaşlar. İnşallah təhvil təhsil prosesində özüm də iştirak edəcəm. Sağ ol. Təbrik edirik sizə. Hər kəs burada təbrik edir. Sizi alqışlayır. Uğurlar arzulayırıq. Tək o evdə daim xoşbəxtlik olsun. Amin. Evinizdə xoşbəxt yaşayın. Həmişə çırağınız yansın. Sağ ol. Can sağ olun. Sağ ol. Bax belə əziz izləyicilər, növbəti Bakıda olan 2 otaqlı tam təmirli mənzil Murtuz adlı bizim alıcımıza gedir. O Oba Marketlər şəbəkəsindən dostları ilə hekayəsi bəlli oldu artıq. Alışveriş ediblər, təklif ediblər ki, ala bu çeki sən öz adından qeydiyyatdan keç. Əslində Qaxda yaşayır, ailəsi də oradadır, amma burada elə öz dostları ilə kiraya qalır və beləliklə Oba Marketlər şəbəkəsinin qonşum qazansın lotereyasının hər iki qalibi bəlli oldu. Biri Toyota Corolla 2024 avtomobilini qazandı, digəri isə paytaxtda tam təmirli 2 otaqlı mənzili qazanıb. Təbrik edirik, uğurlar arzulayırıq. Yetər ki, xoş işləri avtomobilinizi sürəsiz, evinizdə tam xoşbəxtlik olsun və Oba sizin üçün bu fürsətləri tez-tez yaradacaq. Narahat olmayın. Oba Marketlər şəbəkəsi 2016-cı ildən bəri fəaliyyət göstərir və bu bir neçə il ərzində 1500 öz filialını açıb və bu da təbii ki, minlərlə yeni iş yeri deməkdir. Neçə insanın, ailənin əlçatan bir market olmaq deməkdir. Oba Marketlər şəbəkəsi hər zaman çalışır ki, sizin üçün münasib qiymətə, sizə lazım olan bütün məhsulları elə evinizin yanında, qonşu tək ən yaxın məkanda sizə çatdırsın. Bu fürsətləri dəyərləndirin. Oba Marketlər şəbəkəsi yalnız bu kampaniyalarla, lotereyalarla kifayətlənmir. Sosial məsuliyyət layihələrini gerçəkləşdirməkdədir. Müxtəlif mövzuları əhatə edir. Bir sözlə Oba sizi düşünür. Oba daim öz alıcılarını düşünür ki, sonda bax belə bir fürsətlər də yaradır. Bu fürsəti 2 ay ərzində gözləyənlər oldu. Bir daha vurğulayaq ki, bu lotereyada 1 mart 30 aprel tarixində iştirak edən alıcılar iştirak edə bildilər. Bu fürsəti dəyərləndirə bildilər. Sual yarana bilər ki, niyə məsəl onlar iştirak edirlər? Sadəcə bizim kampaniyamızın müddəti bundan ibarət idi. Bugün isə 20 may tarixində 2 şansımızı elan etdik. Bir daha onları təbrik edirik. Təbii ki, onların adları da rəsmi olaraq da bizim saytlarımızda, sosial şəbəkə ünvanlarımızda qeyd olunacaq. Bütün proses canlı yayımda sizin gözünüzün qarşısında, müsvəriyyətinin gözünün qarşısında baş verdi. Mən istərdim ki, son olaraq sizin də fikirlərinizi hər birinizin eşidək. Niyə? Çünki tam şəffaf şəkildə sizin qarşınızda bu proses baş tutdu. Bəli, hansısa formada müdaxilə yoxdur. Bunu biz öz gözlərimizdən gördük və biz onu bilirdik ki, burada. Biz ona inanırdıq, biz Obaya, biz kollektivə güvənirdik ki, biz buradayıq. Uğur olsun, qazananlara da təbrik. Təşəkkür edirik. Hər birinizin son olaraq qısa fikirlərini eşitmək istəyəcəyik. Oba Market rəhbərlərinə çox sağ ol deyirəm ki, belə bir şərait yaratdılar. And olsun onun üçün o qədər həyəcanlıdılar ki, vallahi deyirəm, mən həyəcanlı. Hamınız həyəcanlandıq həqiqətən. Ortamda belə bir qalibiyyəti oldu. İnşallah həmin qaliblərdən əlaqə saxlasınlar və qonaq söz edəcək. Təşəkkür edirik. Dilara xanım, buyurun. Xoşuma gəldi ki, məsələn, Allah Teala o qədər imkan verir ki, hər kəsin belə bir imkanı olsun, evli, maşını olsun, ən əsası can sağlıq, xoşbəxtlik
Hər şeyi çevirməyəm, çox doğru vurguladı. Nəinki şəffaflıqda, peşə bu qədər səmimidir ki, bundan oyanası olmaz. Təşəkkür edirik Müşfiq bəy. Avtomobili qazandıran müsif heyətimizdən biri. Mən inanıram ki, burada olan hər bir kəs o hədiyyəyə layiqdir. İnşallah ki, gələn səfərlərdə bizim bu dəfə qazanmayan dostlarımız, bu bilə analarımız, bacılarımız, bunlar da inşallah qazanacaqlar. Bu iki avtomobillə ev, elə bilin ki, düzgün öz Ünvanına gedib çatdı. Tam belə ünvanına gedib çatdı. Təşəkkür edirik. Buyurun sizin də fikirlərinizi eşidək. Aha, siz də qalxdansınız. Nə gözəl. Aha. Eybi yox, yenidən qoşula bilərsiniz. Fürsətlər çoxdur. Oba Marketlər şəbəkəsi bununla öz işini yekunlaşdırmır. Gəlin Oba Marketlər şəbəkəsinə, çünki sizin üçün bundan sonra da xeyli fürsətlər yaradacaq. Bu fürsəti dəyərləndirin. Qonşum qazansın loteriyası başa çatır. Sizə təşəkkür edirik, müsiflər heyətinə təşəkkür edirik. İnanın o qaliblərin sevinci bura gəlib çatıb və biz hiss edirik, biz o həyəcanı keçirik. Bizlə bərabər olan hər kəsə xüsusi təşəkkürümüzü bildiririk. Növbəti layihələrdə görüşmək ümidi ilə. Hələlik.